Mərhəmətli və rəhimli Allahın adı ilə onlar möminlərlə rastlaşdıqda biz iman gətirdik deyirlər. Öz şeytanları ilə, yəni azmış dostları ilə təklikdə qaldıqda isə biz sizinləyik, biz möminlərlə ancaq istehza edirik deyirlər. Allah da onlarla istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgardan gəzərlər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir, 4 xislət vardır ki, bunlar kimdə olsa, əsl münafiq sayılar və hər kimdə bunlardan biri olsa belə, onu tərk edincəyə qədər özündə münafiqlik xislətini daşımış sayılar. Birincisi, ona əmanət verildiyi zaman xəyanət edər. Danışdığı zaman yalan danışar. Əhd bağladığı zaman əhdini pozar. Və dördüncü, mübahisə etdiyi zaman haqsızlıq edər.